Herkese salam, Xanas Flavors səhifəmə xoş gəlmisiniz. Bugün sizlərlə milli mətbəximizdən doğğa bişirirəm. 2 litr qatığa videoda gördüyünüz kimi su ilə qarışdırırıq. 2 xörək qaşığı düyüyə, 1 xörək qaşığı un əlavə edirik. Yumurta və düyü qarışımını qatığa əlavə edirik və ocağa alıb əlimizi çəkmədən qarışdırırıq. Qaynadıqda bir gecə islağa qoyub ayrıca bişirdiyimiz noxudları əlavə edirik. Düyü bişəndən sonra göyərtilərimizi hissə-hissə əlavə edərək qarışdırırıq. 5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürürük. Soyuduqdan sonra duz və istiotumuzu zövqə görə əlavə edirik. Hər kəsə nuş olsun.